Yeşaya 35-ci fəsil. Müqəddəs yol. Səhra və quru torpaq sevinəcək, çöl şadlanacaq, nərgic kimi çiçəklənəcək, hər yan gül açacaq, şadlanacaq, sevincdən nəğmə oxuyacaq. Livanın gözəlliyi, şan şöhrəti, Karmelin və Şaronun cəhcəlalı ona veriləcək. Hamı Rəbbin izzətini, Allahımızın əzəmətini görəcək. Zəif əllərə qüvvət verin, əsən dizləri möhkəmləndirin, ürəklərində qorxanlara deyin, möhkəm olun, qorxmayın. Budur Allahınız, intiqam almaq, düşmənlərinizdən qisas almaq üçün gəlir. O gəlib sizə qurtuluş verəcək. O vaxt körlərin gözləri, karların qulaqları açılacaq, axsaqlar ceyran kimi hoppanacaq, lalların dili sevinclə nəğmə deyəcək. Çünki səhrada bulaqlar fışqıracaq, quru torpaqda çaylar axacaq, qızmar qum hovuza, susuz torpaq su bulaqlarına çevriləcək. Çaqqalların yaşadığı yerlərdə qamış və qarğı bitəcək. Orada bir yol olacaq, o yol müqəddəs yol adlanacaq. Murdar adam oradan keçməyəcək, o yol qurtuluş tapanların yoludur. Orayla gedənlərdən heç biri, hətta ağılsızlar da keçsələr, əsla yolunu azmayacaq. Orada şirlər olmayacaq. Yırtıcı heyvanlar o yola çıxmayacaq, onlara orada rast gəlməyəcəklər. Ancaq qurtuluş tapanlar o yolla gəzəcək. Rəbbin satın alınmış adamları qaydacaq, sevinclə nəğmə deyərək Siyona gələcək. Üzlərində əbədi sevinc olacaq. Onlar fərəh və şadlıq tapacaq, kədər və qəm-qüssə yox olacaq.